Allah bizə xatırladır ki, oyundur. İnnəməl hayatud dunya la'ibun və ləhvun. Oyun sözünü məni qınamasınlar ki, həyatı oyun deyirsən. Allah Quranda deyir, həqiqətən dünya həyatı oyun oyuncaqdır. Oyun oyuncaqdır. Ən mühüm hissəsi udub-uduzmaqdır, hadisələr deyil. Həyəcan mənəvi mənada olmalıdır. Udmaq, uduzmağın, bax, bütün bu savablar bu ki, Allah təşviq eləyir, maraqlı bir oyuna dəvət eləyir. Allah da bu oyunda mənləndir, həyatın maraqlı hissəsidir. Bu gladiator oyunu kimi deyil ki, məğlub olanı öldürürlər. Həyat oyunu belə deyil. Burada Allah sənləndir, qoymayacaqsan həlak olasan. Bir dənə şey tələb olunur ki, biləsən mənimlədir. Bunu biləsən. Bəs axı adamlar aqibətindən narahatdır, nigarandır. Deməli, burada risk var. Bəli, aqibətdən nigaran olmaq da elə oyunun bir hissəsidir ki, özünə pənah aparasan, özünə sığınasan. Ki, yenə də cazibəsi artsın sənin üçün. Birdən görürsən ki, yadına düşür ki, axırım necə olacaq, qorxursan, qaçırsan, o da tez ağışını alır. Bütün bu qorxutmaqlar oyunun tərkib hissəsidir. Oyunu maraqlı eləyir sənin üçün. Bir alimdən, bir filosof da eşitdim, qəşəng bir söz deyirdi, quş budağa qonur, görsə ki, öz vəzni, çəkisi budaqdan ağırdır, çox-çox. Budaq qırıla bilər, stres keçirtmir ki, quş, çünki qanadları var, uçacaq. Narahat deyil. Həyatın bütün çətinlikləri belədir. Sən bir gün pərvaz eləyəcəksən və yadından çıxacağı ki, o dərdlər vardı, problemə çevirmişdin. Ruh bədəndən çıxan kimi heç ağrısı qalmayacaq canında. Heç nə, heç elə bilsən əziyyət görməmsən. Heç elə bil əziyyət çəkməmsən. Sən bir günü yadına sal, bu ruh bədəndən çıxanda, buradakı bütün xəstəlik, azar, dərd, problem, heç biri səndə yadından çıxacaq. Yadına salmaq istəyəcəksən, yadına düşməyəcək. Oturub fikirləşəcəksən, heç nə hiss eləməyəcəksən, heç elə bir olmamış kimidir. Sən demək yox imiş. Olmamış kimi yox, əvvəldən yox imiş. Görüntü imiş, ağrı görüntüsü, xəstəlik görüntüsü, bütün hamısı görüntü imiş. Oyunu onunla birgə oynayırsan, o səninlədir, axırda da o səni qəbul eləyir, o səni qarşılayır. Deyir, gəl, oyun boy mənimlə idin, indi yenə də mən səni qarşılayıram, yenə də həmişə mənimlə olacaqsan. Nə gözəldir bu? Bu məntiq nə gözəl məntiqdir. Can verəndə deyir, qorxma, buradayam, mənəm, həmin o Allah ki, bütün gün mən sənlə idim, bax, buradayam yenə. Səndən bir şey tələb olunur, biləsən ki, o səninlədir. Qalan şeylər təfərrüatdır, mən varam, sən varsan. Əlindən tutub hədəfə doğru aparıram. Coşan kəbir duası oxuyuruq. Ya Rəhmanu əl-əf, ya Rəhimu əl-əf. Bax, budur, mənası budur ki, sənlənəm, səninləyəm, sənlə kef eləyirəm, eşq eləyirəm. Canımı özüm alacam, özüm. Ölüm nədir? Sevdiyivə qovuşmaq. Bu cür başa düşülsə dərindən kim narahat olar? Heç bir qəm qüssə çəkməz insan. Hədisdə var, canını alanda müminin. Allahdan nida gələr ki, gör kimdən gəlmişəm. Gözünə açanda görər ki, ən əziz bəndələr dayanıb buna deyir, xoş gəlmişsən. Peyğəmbər dayanıb, Həzrəti Əli, Həzrəti Fatimə. Axır budur, ən qorxduğumuz şey budur. Peyğəmbər deyir, bir gülü qoxulamaq kimidir ölüm. Gülü iyləmək kimidir. Bir çirkli paltarı çıxartmaq kimidir. Girib hamamda yummaq kimidir. Qorxulu ölüm də var filan. Səndən çox şey tələb olunmur. Bil ki, Allahlansan, Allah səninlədir və salam. Bir dənə bunu bil. Bu yaşayış, bu həyat niyə ləzzətli olmalıdır? Bir, ona görə ki, biz əbədiyik. Bu əbədiyyət hissi çox böyük sevinc verir adama. Əllamə Təbətəbai fəlsəfədən dərs deyirdi. Birdən deyir, dayanırdı. Deyirdi ki, dostlar, biz bu dünyadan köçəcək, ondan sonra deyirdi ki, həstim ki, həstim, həstim ki, həstim, var olduqca varıq, var olduqca varıq. Bunu deyirdi, şövqə gəlirdi. Təsəvvür edirsiniz, biz var olduqca varıq, həmişə varıq, həmişə olacaq. Birdən deyir, dərsin ortasında deyirdi. Birincisi budur ki, biz əbədi. İkinci sevinc mənbəyi nədir? Dünya bütün problemləri ilə qısadır, qutarıb gedəcək. Dərd eləmə, oyundur hər şey. Üçüncüsü nədir? Udmaq var, azart var. İcazə verin bu sözdən istifadə edelim. Həyatda
udmaq var, udmaq şövqü var və insan buna meyillidir. Və oyun tərəfi də rəqib deyil, azarkeşdir. Allah deyir, sən bir dənə bil ki, məndən oynayırsan, mən oyunu sənin xeyrivə yönləndirəcəm. Hər şey sənin xeyrivə istiqamətləndirəcəm. Heç nə, narahat olma, girmə içinə, biraz kənardan bax, ləzzətlə keç o labirintləri, o yolları keç, mən də əlindən tutacam. İlişib dayananda deyəcəm, işarə ilə deyəcəm ki, elə rəqib görmürsünüz ki, adama deyə, bu yandan keç. Bu rəqib deyil axı, bu sənin öz məşqçündür. Sənə işarə ilə pısıldayacam ki, oradan yol var, keç. Sən keçəcəksən, yenə bir mani atacam qabağıma, yenə özüm çıxış yolu göstərəcəm, biraz özün düşün, biraz mən köməkliyim, hey, belə görəcəksən ki, başdan ayağa zövqdür. Allaha and olsun ki, mən and içmək yaxşı deyil, amma burada heç nəyə bəzəmirəm. Həqiqətini danışıram. Görənlər, başa düşənlər başa düşür, belə yanaşır həyata. Bu yerdə məni dinləyənlər mənə bir sual verə bilər. Deyə bilər ki, yenə apardın bizi ora, göylərə filan, fəlsəfəyə, irfana filan. Mənə lazımdır ki, real həyatımdan mənə danış. Mənim pulum olsun, maşınım olsun, geniş evim olsun, bütün bunlar olsun. Bunları şirinləşdirək mənim üçün. Bildiyi bu şeyləri, bunları şirinləşdir. Mən istəyirəm, cibimdə pul olsun, gedim, oturum, yiyim, içim, dostlarla, filanla, bir yayda filan ölkəyə gedim, qışda filan yerə gedim. Mənə bunlardan danış. Mən keçən dəfə də dedim, cavabım budur ki, bu ümumi fəlsəfəsi açıqlanmasa, bunlarsız olmur o. Bunlarsız alınmır. Ola bilər olsun, amma ki, istədiyin effekti almayacaqsan. İstədiyin effekti almayacaqsan. Bu qədər uğur treninqləri var ki, mən heç birini düzgün hesab eləmirəm. Uğur dərslərinə, uğur treninqləri filan. Nəyi başa salır? Xırda uğura sevinmək. Burada filan yerdə belə bir təbəssüm elə ki, məsələn, müştəri cəlb eləyəsən. Təbəssüm elə, uğur qazanasan. Orada belə danış, burada elə danış. Sual verirəm, nə ilə şadsan, ay insan? Nə ilə sevinirsən? Uğur nəyə deyirsən? Sən 5 dəqiqəlik uğura sevinəcəksənsə, qəmi ağır olacaq axı bunun. Bu səni aldadır, məst eləyir, 5 dəqiqəlik uğura səni sevindirir, sənin hədəfləri darlaşdırır, hansısa cari hədəflər qoyur qarşıma, sən insan olaraq doymayacaqsan, elə bir cavab qəm gələcək sənə ki, sonra o burnun iki qanadından gələcək o sevincin. Uğurun nəticəsi budur, uğur deyilənin. Əlbəttə, hədislərdə də var, neyniyəsən ki, ruzun çoxalsın, geniş evdən danışıb hədislər, yaxşı minikdən danışıb, möminin xoşbəxtlikləri, bunların hamısı haqqında var. Neyniyəsən ki, problemdən uzaqlaşasan, sədəqə ver ki, bəlalar səndən uzaqlaşsın. Bütün bu cari məsələlər hədisdə toxunulub. Amma əvvəl fəlsəfəsini deyir həyatın, o kontekstdə gəlir bu məsələləri həll edir. Ümumi fəlsəfəsinin içində. Sənə deyir, əbədiyyət var, həyəcan gətirir, hədəfi böyüdür, ondan sonra bu məsələləri də o kontekstdə, o müstəvidə həll edir. Yoxsa ki, uğur treninqləri bilirsiniz nə edir? Uğur treninqləri həyatın künc bucağını, hansısa bir hissələrini zahirən təmir edir, amma həyat sənə acılıq verirsən. Bilirsiniz, ani bir uğur baş gicəlləndirəndə sonra bəzi sözlər var, onu işlədə bilmirəm. Sonra ağır olur onun nəticəsi. Bir anlıq baş gicəlləndirən uğurun nəticəsi uzun müddətli qəm olur. Çünki heç bir uğur daimi səndən qalmır. Onu itirmək qorxusu olur. Mənə fəlsəfə ver, həyat fəlsəfəsi ver ki, mən bu həyatın hər bir halı ilə sevinim, şaddanım, həyəcanlı olum, onun içində uğurlarımın da yolunu göstərir. Əlbəttə ki, din göstərir. Hamısını təfərrüatı ilə göstərir. Hər şey göstərir. Ruziyə sahib olmaq üçün neyinə, bir daha deyirəm, bəlalardan uzaq olmaq üçün neyinə, geniş evə sahib ol, geniş, yaxşı miniyin olsun, yaxşı səliqəli libas giyin, ətirdən istifadə elə, hər şeyi təfərrüatnacan deyir. Sevincə dərin bir mənbə lazımdır. Bu uğur kursları var, Peyğəmbərlər də o yolla gedə bilərdi. Peyğəmbər belə başlayardı bəhsi ki, necə ilə işdə uğur qazanaq. Onu Həzrət İsa da bilirdi, Həzrət Musa da, Nuh Peyğəmbər də, İslam Peyğəmbəri də, amma bilirdi o şeyləri. Danışardı, necə uğur qazanmalı?
Cəmaatı dəvət eləyərdi uğur kurslarına, danışardı. Sonra deyərdi, Allah da var. Bu həyatda Allah da var. Amma Allah belə demir, Peyğəmbərlər belə demir. Fundamental məsələlərdən başlayır. Məad, Allah, əbədiyyət. Təməli düzəldir ki, sonra haşiyələr öz-özünə düzəlsin. Haşiyələr o təməl üzərində düzəlsin. Həyatın hər zərrəsindən Allah çıxsın. Həyatı sıxasan Allah çıxsın içindən. Bir də həyatı sıxırsan pul çıxır. Həyatı sıxırsan, nə bilim mən, məqam çıxır. Nə qədər sevindirə bilər ki? Yaxşı, mənə uğur yolunu öyrətdilər, yaxşı, müvəffəq bir iş adamı oldum, pul qazandım, cibim pulla doldu, get. Sonra bu sual var, nə olsun? Hər şeyi həll eləyir. Mən Ramazan ay xütbələrində o sözü çox deyirdim. Hasan ki, xoşbəxt oldun, xəyallar səni apardı, bir dənə ki, nə olsun? Sonra deyəndə görürsən ki, adam xəcalət çəkir düşüncələrinə, xəyallarına, sevincinə görə. Nə olsun, sonrası nədir? Əsas məsələ dünya oyununu qazanmaqdır, başqa şeylər haşiyədir. Və axırıncı hissəsinə gəlim söhbətimin. Üçüncü hissə demək olar, neçənci hissə, axırıncı hissəsinə. Axırıncı hissəsi budur ki, həyatı belə başa düşsən, o zaman həyatın məhdudiyyətlərini də anlayacaqsan. Həyatın çətinliklərini də anlayacaqsan. Keçmişdə bir lətifə demişəm sizə, bir dəfə də deyim. Bir nəfər avam adam aparırlar futbol oyununa baxmağa. Nə deyirlər onu, birinci hissəyə nə deyirlər? O birinci hissəsi oyunun bitir. Birinci tayımı bitir. Bu baxır, görür ki, neçə dənə adam qaçır bir topun dalıca. Başa sallı, deyir, ay bala, bu nədir? Bu deyirlər, bəs bu topa görə də bir kim topu aldı, vurdu filan. Bu deyir, fasilədə fikirləşir, deyir, mən problemin həllini tapdım burada. Problemin həlli nədir? Deyir ki, 20 dənə top almışam, gətirmişəm. Verəcəm bunlar da özlərini öldürməsinlər. Rahat hərəsinin ayağında bir top da bir top üstündə dalaşmasınlar. Mən qulaq asanlar yəqin hamısı gülür, indi təbəssüm eləyir ki, buna avam adamdır. Niyə gülürsünüz? Yaxşı iş gördü ki, məhdudiyyətdən qutardı oyuncuları. Amma o avamdır, başa düşmür ki, top məhdud olsa oyun maraqlı olar. Belə bizim də halımız gülməlidir, deyir, olsun, hər şey olsun, məhdudiyyəti qəbul eləmək istəmirik. Budur ki, oyunun fəlsəfəsini başa düşməmişik. Maraqsız olacaq axı. Məhdudiyyət olmasa oyun olmayacaq. Bunun həyəcanı nədədir? Niyə görə bu futbol oyunun həyəcanı nədədir ki, bəzi adamları meydandan evə yığa bilmirik? Elə hey qaçırlar futbol oynamağa. Nədədir bu marağı? Nəyə görədir? Top bir dənədir, məhdudiyyət var. Qapı müəyyən bir, belə deyim də, ölçüdədir, müəyyən bir məsafə var. Bütün təsəvvür edin ki, məsələn, qarşı tərəf başdan ayağa qapı olsaydı. Bu çərçivə var, cərimə meydançası. Bütün bu məhdudiyyətlər oyuna cazibə verir. İndi təsəvvür edin, gedirik futbol oynamağa. 20 dənə top veririk. Heç kəsə mane olmur. Buradan topu vur, get, oradan qol vur, bütün də hər tərəfdə qapıdır. Kim gedər o futbola? Heç kəs. Maraq olmaz oyunun. Çünki oyunluqdan çıxdı o. Qazanmaq üçün məhdudiyyət lazımdır. Həyat məhdudiyyətlərinə ariflər belə baxır. Deyir ki, marağını artırır. Burada nəyisə vermir, burada nəyisə verir. Hər şey versə də maraqdan düşdü. Körpə uşağı apar o meydançaya, 3 yaşlı uşağı. Topu bir alsa gedib vuracaq onu, əsəbləşəcək, oturacaq, ağlayacaq ki, mənim topumu aldı. Deyəcək, istəyirəm ki, hər tərəf qapı olsun, mən vurum. Bizə güləcək ki, uşaqdır. Və biz bu uşaqlar kimi ki, ariflər bizə baxır, amma gülmürlər bizə. Bizə kömək eləyirlər. Əlimizdən tutular ki, ay bala, oyundur, oyunun qaydası belədir. Bir gün bir şey olsun, bir gün olmasın. Məhdudiyyət olmalıdır ki, oyun olsun. Məhdudiyyət olmalıdır. Bütün bu dad, bidad, nalə ki biz çəkirik ya, bax o lətifə onu həll eləyir hamısını. Bax bu dad hamısı bundan ötürür ki, başa düşməmişik ki, oyun gedir. Oyunun qaydası budur ki, hər şey hamıda olmasın. Ona görə dualarımızın çoxsunu Allah qəbul eləmir, həll eləmir. Həll eləmir, çünki deyir ki, axı bu necə eləyim mən sən üçün? Sən oyuna girmirsən, qaydası belə, necə eləyim? Səbri də böyüdür, deyir, bir gün gələcək hiss eləməyəcəksən. İndi çəkdiyin dərd yadından çıxacaq, ruh bədəndən çıxan kimi heç nə yox imiş.
Ona görə bəziləri oyunun cazibəsinə razı olur. Maraqlı oyun gedəndə olub məndə uşaqlıqda. Mən də indi bu yaşda oyun oynamıram, amma olub. Görürsən, əl cızılır, falan olur, adam hiss eləmir. Oyunun cazibəsi hiss elətdirmir. Bax, oyun o qədər cazibəlidir ki, o ariflər dilləri bəlaya razıdır. Çünki təfərrüata başı qarışmayıb. Əsas oyundur, o şeylər onu hiss eləmir onu. Oyunun cazibəsi elə aparıb ki, hadisələrin zərbəsini üzərində hiss eləmir. Hadisələr ona zərbə toxundura bilmir.